An dövlət ulusları və dövlət qurumlarının namizədlər. Bugün mən sizə yeni bir video təqdim edirəm. Bizim bu videomuz nə ilə bağlıdır? Bu konstitusiya ilə bağlıdır və konstitusiyada daha çox imtahana gedən şəxslərin şərtləndiyi bir mövzudur. Burada biz nəyə baxacağıq? Prezident səlahiyyətlərinə, milli məclis səlahiyyətlərinə. Tələbələr bunu bir-birindən ayırmaqda əziyyət çəkirlər. Yəni prezident, milli məclis, Nazirlər Kabineti bunların mən hər üçünü bir yerə qatıb çox rahatçılıqla sizə izahını qeyd edəcəm və baxacaqsınız. Və kiminsə hər hansı bir sualları olarsa, fikirləri olarsa, hazırlaşmaqla falan müraciət edə bilər və hər birinizə bir daha uğurlar arzulayıram və keçəyim əsas məqsədlərə. Mən birinci sizə nəyi göstərəcəm burada? Birinci göstərəcəyim bir şeydə bircə saniyə qəşəng ayırmışam, vərəqdə qeyd eləmişik biz onu. Diqqətlə baxın, zəhmət olmasa. Baxın. Bu biz ayırıb bu sizə qeyd etmişəm. Prezident və Milli Məclis yazmışam burada. Yəni diqqətlə baxalım ki, misal üçün tələbələrin daha çox çaşdırdığı mövzulardan biri. Əfv edən prezidentdir. Amnistiya verən Milli Məclisdir. Çox vaxtı biz bunu bəzən tələbələr çaşdırırlar. Yadda saxlayın ki, əfv edən prezidentdə əfv etmə əylə başlayır. Rahmet yolu deyirəm. İlham Əliyev də əylə başlayır. Referendum təyin edir məsələsi. Aid prezidentə referendum təyin edilməsi cəmlik məsələsi aiddir Milli Məclisə. Nazirlər Kabinetilə bağlı. Yadda saxlayaq ki, Nazirlər Kabinetilə bağlı işin 90%-ni yerinə yetirən prezidentdir. Bir də deyirəm, Nazirlər Kabinetilə bağlı işin 90% bizə lazım olacaq imtahanda prezident yerinə yetirir. Milli Məclis nə edir? Nazirlər Kabinetinə etimad edilməsi məsələni həll edəcəkdir. Yəni bunu yerinə yetirən Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, yəni Milli Məclis qanunu Nazirlər Kabinetinə bağlı digər məsələlər biz prezidentə götürəcəyik. Milli Məclisə seçkiləri təyin edir. Bu prezidentdir. Amma Milli Məclis seçkilərsə bu Milli Məclisə aiddir. Bir də deyirəm, təyin edir. Milli Məclis seçkilərin təyin edilməsi məsələn görə prezident, Milli Məclis seçkilər Milli Məclisin ümumi qaydasına aiddir. Milli Məclisin ümumi qaydasına aiddir və qanundur. Bunu yadda saxlayın. Milli Məclis seçkiləri 83 səs çoxluğundan qəbul olunurdu. Digər bir məsələni burada sizə göstərim. Digər məsələ nədir? Büdcə ilə bağlı məsələlərdir, dövlət büdcəsi ilə bağlı məsələlərdir. Dövlət büdcəsi layihəsini hazırlayan Nazirlər Kabinetidir. Büdcənin icrasını təmin edən o da Nazirlər Kabinetidir. Büdcəni təsdiq edən Milli Məclisdir. Büdcənin icrasını nəzarət edən də Milli Məclisdir. Bir də deyirəm, büdcə layihəsini hazırlayan Nazirlər Kabinetidir. Büdcənin icrasını təmin edən Nazirlər Kabinetidir. Büdcəni təsdiq edən Milli Məclis, büdcənin icrasını nəzarət edən də Milli Məclis. İndi gəlin keçəyim biz həmin o məsələyə, sırf prezidentlə bağlı məsələləri mən sizə göstərə-göstərə izah verəcəm ki, necə yadda saxlayalım. Diqqətlə baxın, zəhmət olmasa. Prezident səlahiyyətlərinə bağlı məsələ. Və bir də bir şey qeyd edeyim ki, bunun çoxunu Milli Məclisdə qeyd olunurdu və bunu baxmaqdan ilk öncə video var. Konstitusiyamızın 94-95-ci maddənin izah videosu. Onu da YouTube kanalında baxa bilərsiniz. Onu baxdıqdan sonra bunu keçsəz daha rahat olar. Baxaq. Milli Məclis seçkiləri təyin edir prezident. Bayaqlar qeyd eləmişdim. Milli Məclis seçkiləri təyin edir görən kimi prezident götürür. Daha sonra büdcə ilə bağlı məsələləri keçmişdik. Dövlət büdcəsini təsdiqini Milli Məclisə verir prezident. İqtisadi və sosial proqramları təsdiq edir prezident. Deməli, bizə lazım olacaq iki məsələ var. Konstitusiyada təsdiq edir məsələsini görəriksə, iki nəfər götürürük. Ya prezident götürürük, ya Milli Məclis götürürük. Konstitusiya bizə lazım olsa təsdiq edir məsələsi görsək, bir nəfər. Prezident və Milli Məclis. Hərbi doktrinanı və dövlət büdcəsini təsdiq edən Milli Məclisdir. İqtisadi proqramları, sosial proqramları təsdiq edən prezidentdir. Yadda saxlamanın yolunu göstərəcəm sizə. Tələbələr çox vaxt çaşırlar ki, hərbi doktrina görüb bunu, hərbi doktrina, gəlin bunu götürək, belə deyim ki, prezident, amma xeyr, Milli Məclis təsdiq edir. İqtisadi proqramları və sosial proqramları təsdiq edən prezidentdir. Baxın,
İqtisadi və sosial proqram, iqtisadi proqram P hərfindən başlayır. Sosial proqram P prezidentlə P ilə başlayır. İqtisadi proqram, sosial proqram P hərfini görürsə, atacaq prezidentə qalan dövlət büdcəsi hərbi doktrinə isə prezident təqdimat verir, Milli Məclis təyin edir. Nazirlər Kabinetinə bağlı yoldaşlar, bayaqlar qeyd elədim ki, Nazirlər Kabinetinə bağlı işin 90%-ni prezident yerinə yetirir. Etimad məsələsini həll edən Milli Məclisdir. Sonra dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yaradır. Mərkəzi və yerli icra hakimiyyəti orqanı qısaca deyək ki, mərkəzi icra hakimiyyəti görən zaman nazirliklər, komitələr və komissiyalar daxildir. Misal üçün, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi bu mərkəzi icra hakimiyyəti orqanıdır. Yerli icra hakimiyyəti orqanları isə söhbət gedir rayon şəhər icra hakimiyyətləri. Misal üçün, Binəqədi rayon icra hakimiyyəti, Tovuz rayon icra hakimiyyəti, bunlar yerli icra hakimiyyəti orqanlarına aiddir. Daha sonra bu hakimlərin vəzifəyə təyin edilməsi məsələlərlə bağlı ayrıca YouTube videosu var. Rahatlıqla qeyd olundu. Keçək bura. Mərkəzi Bankın idarə heyəti üzvlərinin vəzifəyə təyin, vəzifədən azad edilməsi barədə Prezident Milli Məclisə təqdimat verir. Mərkəzi Bankın idarə heyəti üzvləri sırasından sədri prezident təyindir. Bir daha deyək ki, üzvlərlə bağlı olan məsələ söhbət Mərkəzi Bankla gedirdi. Prezident təqdimat verir, Milli Məclis təyin edir bunu. Amma onun sədrini, Mərkəzi Bankın sədrini üzvlər sırasından prezident təyin edəcəkdir. Sonra hərbi doktrina məsələsini qeyd elədik bayaqları. Silahlı qüvvələrin ali komanda heyətinin vəzifəyə təyindir. Vəzifədən azad edəcəkdir. Prezident administrasiyasını təşkil edir və onun rəhbəri təyinindir. Burada ehtiyatlı olun düşmüşdü. Prezident aparatı. Prezident aparatı yox, prezident administrasiyası. Sonraki məsələ ki, bunları qeyd eləmərəm. Çünki dediyim kimi, Milli Məclisə bağlı ayrıca video var. Ora baxsanız daha rahat olar. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatın ön təhsil edilməsi haqqında Milli Məclisə təqdimat verəcəkdir. Xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı diplomat nümayəndələrini təyin edir və geri çağırır. Bu nə deməkdir? Yəni, hər hansı bir xarici ölkədə diplomatın təhsil edilməsi bağlı Milli Məclisə təqdimat verir. Misal üçün, İsraildə bizim səfirliyimiz açılmasıyla bağlı prezident təqdimat verir. Bunu Milli Məclis belə deyək ki, təhsil edəcək o həmin olacaq binanı, yeri. Amma xarici ölkələrdəki və beynəlxalq təşkilatlar diplomat nümayəndəni təyin edir, geri çağıran prezident. Yəni o səfiri, səfirliyi prezident təqdimat Milli Məclis təhsis edirsə, səfiri birbaşa prezident özü təyin edir və geri çağıracaqdır. Xarici dövlətlərin diplomatın etimadnamə və övdətnamələrini qəbul edir. Ehtiyatlı olun, bax bu məsələ var. Düşmüşdü dəvətnamə. Xeyr, etimadnamə və övdətnamə. Sonra, burada da bu cümlədə də ehtiyatlı olmaq lazımdır. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır. Baxın, müqavilənin bağlanması başqa bir şeydir. Müqavilənin təsdiq və ləğv olunması başqa bir şeydir. Bir də deyək, dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır. Özü bağlayır. Bu aydındır. Dövlətlər arası və Azərbaycan Respublikasının qanunlarından fərqli qayda nəzərdə tutan hökumətlərarası müqavilənin təsdiq və ləğv edilməsi üçün Milli Məclisə təqdimat verir. Düşmüşdür ki, yoldaşlar, dövlətlərarası və hökumətlərarası müqavilənin təsdiqi və ləğv olunması üçün Milli Məclisə təqdimat verir. Xeyr, dövlətlərarası və Azərbaycan qanunlarından fərqli qayda nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv olunması üçün Milli Məclisə təqdim edir. Bir də ki, təsdiqnamələri imzalayır. Ayrıca bir sual kimi qoyula bilər ki, təsdiqnamələri imzalayan kimdir? Prezident. Referendum təyin edir. İmtahanların birində iki dəfə rastıma gəlib ki, düşüb ki, hansı məsələdir həm prezidentə aiddir, həm Milli Məclisə aiddir? Cavab referendum məsələsi. Sonra qanunları imzalayır və dərc edir. Qanunlarla bağlı məsələyə bir şey eləyək. Qanunları imzalayan prezident, qanunları dərc edən prezident, qanunları şərh edən Konstitusiya Məhkəməsi, qanunların icra və tətbiqinə nəzarət edən prokurorluq. Bir də deyirəm, qanunları imzalayan prezident, qanunları dərc edən prezident, qanunları şərh edən Konstitusiya Məhkəməsi, qanunların icra və tətbiqinə nəzarət edən prokurorluq. Və prokurorluq düşmüşdür ki, bütün hallarda
qanunların icra və tətbiqi nəzarət edir. Xeyir, qanun nəzarət etmiş hallardan. Sonra vətəndaşlıq məsələsini həll edir. Siyasi sığınaca verilməsi məsələsini həll edir. Bu cümlədən ehtiyatlı olaq. Siyasi sığınaca verilməsi məsələsini həll edən prezidentdir. Amma siyasi sığınacaq verən Azərbaycan Respublikasıdır. Mən indi onsa göstərim. Gəlin qaydanın əvvəllərə diqqətlə baxın. Baxın burada siyasi sığınacaq hüququ var. E, deməli, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq kim Azərbaycan Respublikası əzəm vətəndaşı olmayan şəxslərə siyasi sığınacaq verir. Gördünüzmü? Siyasi sığınacaq verən Azərbaycan Respublikasıdır. Amma onu həll edən prezidentdir. İndi yenidən qayıdırıq prezidentə 109-cu maddəmizə. Baxın burada siyasi sığınacaq verilməsini həll edən prezidentdir. Sonra əhv edən prezidentlə bayaqlar bunu qeyd elədik. Dövlət tərtibi ilə tərtib edir. Düşmüşdür ki, tərtib edir. Xeyir, dövlət tərtibi ilə tərtib edir. Sonra ali hərbi və ali xüsusi rütbələr verir. Burada çaşdırı düşmüşdür. Düşmür ki, hərbi rütbə verir. Xeyir, ali hərbi və ali xüsusi rütbələr verəcəkdir. Daha sonra ümumi və qismən səfərbərlik yılıdır. Düşmüşdür ki, xüsusi və qismən səfərbərlik yılıdır. Xeyir, ümumi və qismən səfərbərlik yılıdır. Və burada ayrı-ayrılıqda düşə bilər. Düşər ki, ümumi səfərbərlik edir, düzgün cavabdır. Qismən səfərbərlik yılıdır, düzgün cavab. Yəni, bunu ayrı-ayrılıqda da qeyd eləyə bilərlər. Daha sonraki məsələ keçək ki, Azərbaycan vətəndaşlarının müddətli hərbi xidmət çağırılması və müddətli hərbi xidmətdən hərbi kursdan ehtiyat buraxılması haqqında qərarlar qəbul edəcək. Düzdür. Daha sonra Təhlükəsizlik Şurasını yaradır. Bu da düzgün cavabdır. Təhlükəsizlik Şurasını yaradan prezidentdir. Sonra silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifənin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə Milli Məclisə təqdimat. Sual düşmüş ki, Azərbaycan Respublikasının silahlı qüvvənin təyinatına bağlı olmayan vəzifənin icrasına cəlb edilməsinə razılıq verən kimdir? Cavab Milli Məclisdir. Yəni silahlı qüvvələr görüb daha çox tələbə prezidentə üstünlük verilmişdir. Amma deyir ki, silahlı qüvvənin təyinatı ilə bağlı olmayan vəzifənin icrasına cəlb edilməsindən söhbət gedir. Daha sonra fövqəladə və hərbi vəziyyət rejimi. Fövqəladə və hərbi vəziyyət elan edir. Yəni düşsə ki, fövqəladə vəziyyət elan edən kimdir? Prezidentdir. Hərbi vəziyyət elan edən kimdir? Prezidentdir. Amma fövqəladə vəziyyət rejimi, hərbi vəziyyət rejimi bu Milli Məclisə aiddir. Elan edir görəriksə birbaşa prezidentdir, amma fövqəladə vəziyyət rejimi bir daha deyirəm ki, hərbi vəziyyət rejimi bu Milli Məclisə aiddir. Sonra Milli Məclisin razılığı ilə müharibə elan edir və sülh bağlayır. Yəni sual düşmüşdü, birbaşa müharibə elan edir, sülh bağlayır. Xeyr. Burada Milli Məclisin razılığı ilə müharibə edir və sülh bağlayır. Sonra Azərbaycan Respublikasının dövlət büdcəsindən bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər çərçivəsində xüsusi mühafizə xidmətlərini yaradacaqdır. Baxın, xüsusi mühafizə xidmətlərinin yaradılması məsələsi vardır. Və ən axırıncı keçək, həmişə biz televiziyada, mediada eşidirik də, Azərbaycan Respublikasının prezidenti Konstitusiyamızın 109-cu maddəsinin 32-ci bəndinə əsas tutaraq falan sərəncam verdi, falan fərman verdi və falan kəsi vəzifəyə təyin edir. Bunlar hamısı 109-un 32-ci bəndidir. İndi görək nə demək 109-un 32-ci bəndi. Azərbaycan Respublikasının Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilən digər məsələləri icra qaydasına həll edəcəkdir. Yəni prezident əgər o Milli Məclis və məhkəmə orqanı o işi həll etmirsə, onları icra qaydasına həll edirdi. Özü də konstitusiyaya nəzər müşahidə. Yəni bu prezident səlahiyyətlərlə bağlı məsələdir. İndi mən keçirəm Nazirlər Kabineti ilə bağlı məsələni, Nazirlər Kabineti səlahiyyətlərlə bağlı məsələni izah edəm. Və yadda saxlayaq ki, ilk öncə buna başlamamışdan qabaq bir cümləni qeyd edeyim ki, daha çox hallarda biz dedik ki, təsdiq məsələsində prezident və Milli Məclisə gediriksə və təmin edir məsələsi olarsa, bu zaman biz Nazirlər Kabinetinə gedirik. Baxın, təmin edir, təmin edir, təmin edir. Amma çalışın ki, sırf təmin edir, öyrənib kifayətlənməyin, cümlənin əvvəlində dəyişiklik edə bilərlər. Yəni, bu dəqiqən suallar çox oynanılır deyə ona görə ehtiyatlı olun. Gəlin keçək buradakı məsələləri izah edək. Dövlət büdcəsi layihəsini hazırlayıb prezidentə təqdimat verir. Bayaqlar bunu demişdik. Dövlət büdcəsinin icrasını təmin edir. Maliyyə kredit pul siyasətinin həyata keçməsini təmin edir. Dövlət iqtisadi proqramı həyata keçməsini təmin edir. Dövlət sosial təminat proqramı həyata keçməsini təmin edir. Nazirliklərə
və digər mərkəzi icra hakimiyyəti orqan rəhbəridir. Nazirlər Kabinetinə düşmüş daha. Nazirlər Kabineti nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbər edir. Bir də ki, onların aktlarını ləğv edir. Həm prezident, həm də Nazirlər Kabineti nazirliklərin və digər mərkəzi icra hakimiyyəti aktlarını ləğv edir. Həm prezident ləğv edə bilir, həm Nazirlər Kabineti ləğv edir. Həmçinin prezident yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir. Onu Nazirlər Kabineti eləyə bilmir. Bir də deyirəm, Nazirlər Kabineti nazirliklərin və mərkəzi icra hakimiyyəti orqanının aktlarını ləğv edir. Eyni qayda prezident. Prezident həmçinin bunlardan başqa yerli icra hakimiyyəti orqanında plan ləğv edir. Və bir də ən axırıncı qaldı buradakı prezidentin onun sahiblərinə aid etdiyi digər məsələlərdir. Sual bu cür düşmüşdü ki, müxtəlif səviyyədə sual düşmüşdü. Nazirlər Kabinetinə əlavə sahib verən kimdir? Cavab prezidentdir. Və həmçinin belə bir sual qoymuşdu ki, Nazirlər Kabineti kimin onun sahiblərinə aid etdiyi digər məsələləri həll edir? Cavab prezidentin onun sahiblərinə aid etdiyi digər məsələləri həll edir. Bu da ki, Nazirlər Kabineti ilə bağlı məsələlər məncə daha rahat olar. Bir daha qeyd etdiyim kimi, siz zəhmət olmasa bir şey bildirirəm ki, bizim o Milli Məclisdən 94-95-ci maddə ilə bağlı video baxdıqdan sonra buna baxsanız sizə daha rahat olardı. Və belə deyək ki, biz çəkişi başa çatdırırıq və axırda bir şey qeyd eləmək istəyirəm ki, yəni yeni videolar həm testlə bağlı, həm müsahibələrimizlə bağlı, həm bütün maddələrin indən sonra izahlarla bağlı tezliklə yeni bir videolar gələcəkdir. Kanalımıza abunə olmağı unutmayın, izləməyi unutmayın. Hər hansı bir daha deyirəm, suallarınız olarsa müraciət edə bilərsiniz və imtahanda həm test mərhələsində, həm müsahibə mərhələsində işə gedən hər bir şəxsə uğurlar arzulayıram. Təşəkkürlər, çox sağ olun, görüşərik.